mən bilirəm sən kimsən və həmkar olaraq, usta olaraq sənin adını çəkmək istəmirəm. Bəzi yaxın gəl. Çanqan 207-dən gedir söhbət. Gördüyünüz, baxın, Zalaq Pirdelka işinə baxın. Deməli, gəl bir dəqiqə sizə vaxtınızı alım, danışım. Bundan əvvəllər Amerikanka avtomobillər və Lincoln avtomobillər vardı ki, gündəmdə olan. Onları da bu tipli olacaq ustalarımız bərbad günə qoydu, adlarını pis çıxartdılar avtomobillərin. Yağ axıtma, su axıtma, qızdırma və mən yenə də olaraq ki, bu TikTok platformasında, sosial platformada ilk dəfə olaraq usta olaraq, bunu bilənlər bilir ki, avtomobil sahəsi üzrə çəkiliş edib birinci mən paylaşmışdım. Və çəkiliş elədim, paylaşdım. Bir çox insanlara bu xoş olmadı. Olmasa da öz fikrimizdir, maraqlı deyil. Ki, ustalar haqqında niyə belə deyirsən? Yaxşılarına can qurma, gözəl çanqan ustaları var. Gözəl yoldaşçılıq elədiyimiz, salam ələk elədiyimiz uşaqlar da var, sağ olsunlar. Amma bilənlər bilir ki, bu gördüyümüz iki damarlı, narıncı olacaq, apelsin rəngi olacaq kabellər həmişə kanla idarə olacaq bir probotkadır. Bunlar əsas batareyadan çıxır, gəlirlər, birləşirlər. Və bu maşının karobkası da deyim, peçin bloku da deyim və maşında avtomobilin demək olar ki, əksər hallarını bu kabellərlə idarə olunur. Bu, getdiyi yolda bir qəza getirdib, taxta girib bura, bunda qırılmalar olub, qardaş yaxınlaşıb bir ustanın yanına, usta deyir ki, gəl mən bunu kəsib salayıram, saladığı ilə bir dənə böyük partlayış olub, hə? Bir dənə partlayış olub, amma yaxşı ki, qutarıb ki, maşın yanmıyor. Bu, kan xəttidir. Kan xəttinə calaq vurmaq olmur. Bunun ikinci dəyişmə variantı var. Bir, başdan başa kabel hardan çıxırsa, zbor olaraq dəyişirsən. İki, əgər bu ştekerlər qırılıbsa, tapa bilmirsənsə, bunun içini görürsən, buranı çək. Bunun özünü görürsən, başdan başa olaraq çıxardıb birbaşa zbor şəklində dəyişə bilərsən. Bunu bura taxa bilərsən. Onu da gedib keçəcək o birisi tərəfdə ki, hansı ki, batariyaya girmir, hara keçirsə, ora taxa bilərsən. Bu nədir? Göz buranı. Bax, bu nədir? Buna Zalent, Scotch, Clay vura bilmərsən. Siz, bu izolasiya olunmuş bir probotkadır. Bu kan xəttidir. Bunlar dəyişilməlidir. Bunlara da Pirdelka işləri ilə görüb bu maşınları bu günlərə gətirib çıxartmayın. Bəzi ustalar deyim ki sizə, yaxşılarımıza heç vaxt o bir şey danışılmır. Elə bir göbəkləri Kitayda kəsilib, məndən 5 metr. Amma sizin gördüyünüz iş zibildir. Balaxanız zibilliyində kəsiblər sizin göbəyinizi. Bu iş deyil. Bunu belə edib cəmaata xərcə salmayın. Əgər bir daha belə şeylərlə vallah deyirəm, qarşılaşsam tez-tez, ustanın adını, ünvanını, servisini deyəcəm.